Esselamu Aleyküm ve Rahmetullahi Teala ve Berekatuhu. Bu hadise 2007 ildə olub miladi ilə. Deməli, universitet müəllimlərindən biri yaxın qohumlarının birinin ziyarətinə gedir London şəhərinə. Müəllim bizdə Ərəbistanda yaşayır, bilirsiniz. Və qonaq gəlir. Görüş baş tutur və restoranda onun üçün ziyafət verirlər. Dostlardır, qohumlardır. Bu müəllim bizdə doktordur. Elmlər namizədidir. Və süfrə açırlar. Orada ofisantdan xahiş edirlər. Restoranda ərəb restoranı olur, halal restoran olur. Müəllim də fürsətdən istifadə edir. Həmin o sifarişlərin əsnasında onlardan icazə alır, harasa gedir. Ta ki yemək süfrəyə gəlir. Və müəllim əməlli gecikir, doktor gecikir. Qonaqlardan biri Londonda yaşayan, doktor, hara getdiniz belə? Yəni, yaman çox yubandınız. Söyləyir ki, bəs namazımı qılmalıydım ona görə. Həmin insan adı Asım olur. Deyir ki, doktor, hələm də namaz qılırsınız. Deyir ki, o nə deməkdir ki, hələm də namaz qılırsınız? Məyər namaz yalnız Ərəbistanda qılınır. Londona gələndə Allah unutulur yəni. Deyir, doktor, siz hələm də keçmiş düşüncələrdəsiniz. Doktor başa düşür ki, bu insan nəsə debad axtarır. Deyir, doktor, sizə suallar verə bilərəm, amma sizdən xahişim olacaq, mənim suallarıma səbr edəcək, təhəmmül edəcəksiniz, emosiyanızına qapanmayacaqsınız. Bu, fərəzi bir suallardır, fərziyələrdir. Olar, bir neçə sual verim. Doktor söhbəti tutur, çünki özünə görə. Təbii ki, o da elmlər namizədir, alim adamdır, savaddır. Deyir, olsun, amma şərt qoyacağım. Əgər sən suallarına cavab verəndən sonra sualların nəticəsini deməlisən. Ya məğlub oldun, ya qalib oldun. O halda olar. Razısan? Deyir, razıyam. Həmin o Londonda yaşayan sual verir. Doktor, bax, neçə ildir namaz qılırsınız? Deyir, şükürlər olsun, 7 yaşından namazı mənə öyrətdilər. 9 yaşından artıq namazı itqan ilə qılırdım. Və bu yaşa kimi gəldim və indiyə kimi namazımda sabitəm və inşallah ölənə kimi də sabit olacağım. Belə deyir. O qayıdıb sual verir. Doktor deyir, amma lütfən mənim suallarıma təhəmmül edəcəksiniz. Yəni, emosiyalarınıza qapanmayacaqsınız, əsəbləşməyəcəksiniz. Sadəcə olaraq səthi suallara cavab verəcəksiniz. Olar. Olar. Başlayaq. Fərz eləyək. Yəni, bu bir fərziyədir. Doktor, öləndən sonra sizə məlum oldu ki, sizin qıldığınız namazların heç bir mükafatı yoxdur. Çünki nə cənnət var, nə də saqar var. Cəhənnəm. Bu, həyatın sonuna kimi qılan namazlar hara getdi? Doktor cavabında deyir ki, sənin fərziyənlə gedəcəm. Fərz elə ki, öləmdən sonra mənə məlum oldu ki, nə saqar var qılmadığına görə cəza, nə də ki, cənnət var mükafat olaraq. Ən azı bildim ki, mənim xaliqim, məni yoxdan var edən, ibadətə əhliyə və haqq olana ibadət elədim. Bu mənə bəs eləyər. Ali ibn Əbi Talibin sözlərini sənə gətirəm. Ey Rabbim, sənə nə cəhənnəminə qorxu olaraq, nə də cənnətinə görə rəğbə olaraq yox, sən ibadətə haqq ilah olduğuna görə sevərəkdən ibadət etdim. Belə deyəcəm. Dedi, yox, doktor, biraz da dərnəyə gedəcəm, amma lütfən emosiyalarınıza qapanmayın. Orucu neyniyək? Oruc yemirsiz, içmirsiz, dözürsüz, alaqsız. Ramazanı burada keçirsəz, Londonda orucun vaxtı 18 saatdan daha yuxarıya kimi qalxa bilir. Öləndən sonra məlum oldu ki, bunun da mükafatı yoxdur. Çünki nə cənnət var, nə cəhənnəm. Bu boyda ac qalmağınızı neyinəcəksiniz?
Doktor deyir ki, sənin fərziyəndən qırağa çıxmayacağım. Doğrudan da sən deyən olsan, ala farzi, misal, fərziyə, mən hər iki halda itirmədim. Niyə görə? Çünki orucda elə bir tədavi var ki, bir çox dərmanlar o tədavi qüdrətində deyil. Onlarla klinikalar çalışır ki, insanları şiş və onkoloji xəstəliklərdən qorusun və qeyri-müsəlman ölkələrin alimləri, həkimləri ortaq məxrəc olaraq ittifaq ediblər ki, ən gözəl tədavi növlərindən də biri onkoloji xəstəliklər və şiş və qorxu xəstəliklərinin qarşısını almaq insan vücudunda ildə bir dəfə möhkəm tənəffüs edilməsidir. Yeməkdən və içməkdən tamamilə dayanmasıdır. Bu cəhətdən mən yenə də itirmədim. Yəni də qabağa düşdüm və bu bir sağlamlıq idi. Üstəlik onun mənəvi, ruhani ləzzəti var. Daha nələr? Mən itirmədim. Sualı davamını ver. Deyir, yaxşı. Doktor, həccə getdin, bu qədər məsrəflər, pul xərclədin, səfər elədin, yorulmaq, ömrəyə getdin. Bəs bunları nə edəcəksən? Mütləq əziz izləyici, axıra kimi dinlə. Və baxdın, gördün, öləndən sonra məlum oldu ki, nə bunun mükafatı var, çünki cənnət yoxdur, nə də ki, bunun cəzası yoxdur, cəhənnəm. Bəs o qədər əziyyət, həc, ümrə. Deyir, yenə də mən itirmədim. Niyə görə? Həccə necə gedirsən, təmizlənirsən, həm fiziki olaraq, düzdürmü, çimirsən, qus alırsan, ehrama gelirsən, həm də orada bir mənəvi bir təmizlik var, ruhu bir təmizlik var. Bunu heç kim dana bilmir. Onun bir həzzi, bir ləzzəti var. Hətta sənin fərziyənə getsək, həyatımda etdiyim səyahətlərin ən gözəl, ən tatlı səyahəti hesab edərəm. Yenə də mən itirmədim. Doktor, qusura baxmayın, sonuncu sualım lap kəskin olacaq. Lütfən mənə təhəmmül eləyin. Öləndən sonra məlum oldu ki, Allah da yoxdur, cənnət də yoxdur, cəhənnəm də yoxdur, mükafat da yoxdur, cəza da yoxdur. Həyatında heç içki içdinmi doktor? Viski, nə bilim, konyak, nə bilim. Sən bunun dadına baxmadın. Doktor ki, həyatımda içməmişim, içməyəcəm də. Deyir, doktor, bu boyda həyatı yaşadın və sən bunun həzzini almadan dünyadan keçdin. Bunun dadına baxmadan. Bunun bir dadı var, bir ləzzəti var, başlayır orada vəsəlməyə. Və qiyamət, daha doğrusu öləndən sonra məlum oldu ki, belə. Deyir, yenə də mən itirmədim. Sənə də məlumdur ki, və bütün dünya həkimləri və qeyri-müsəlman alimləri ittifaq edib ki, içkidə necə daha böyük təhlükə və xəstəliklər var, nəinki faydaları. Neçə ailələri məhv elədi, neçə şərif olan şəxsiyyəti şəxsiyyətsiz elədi, şərəfsiz elədi. Düzdürmü? Yəni, içkinin fəsadları sayılıb qutarılmaz. Düzdürmü? Yenə də mən itirmədim. Mənə həyatımda əsla lazım olmayan böyük bir şeydən qurtuldum. Həlim içki alüdəlik xəstəliyini tutanları demirsiniz. O alüdəliyə düşən insan məhv olur, bir daha onu heç kim oradan çıxarda bilmir. Bununla da mən qorundum, qurtardım. Suallarım bitti mi? Hə, doktor, suallarım bitti. O zaman etiraf elə. Sən məhzumsan, yoxsa qalibsən. Londonla Asim etiraf eləm, mən məğlub oldum. Doktor, yəqin ki, məğlub olmağım sizi çox sevindirdi. Deyir, yox, sevindirmədi. Əksinə çox məni üzdü. Deyir, niyə görə? Çünki mən də sənə sual hazırlamışam. Amma sənin çoxlu sualların əvəzinə bircə kəlimədən ibarət bir sual hazırlamışam. Bacarırsansa ona cavab ver. Razısan? Razıyam. İndi sənin fərziyənə gedək. Olmadı elə, oldu belə. Olmadı elə, oldu belə. Ölüm anında ölüm mələklərini gördün. Ruhunu çıxardıb, cəhənnəmdən getirdikləri qıldan olan üfunətli kəfən var, ora saldılar. Səmanın qapılarından keçirtdilər, açılmadı qapı. Oradan qəbirə düşürtdülər, ruh dünyası var. Qəbir əzabı var, saqar var, cənnət var və hələn bura qiyamət qopdu. İnsanlar haşıra, nəşirə yığıldı. Mizanın tərəzin önünə gəldin. Nə deyəcəksən? Qal Rabbirciun, ey Rabbim, nə olar məni geri döndər. Bəs sənin hal necə olacaq? Olmadı belə, oldu elə. Səndə hər iki halda itkidir.
Dünyada da, ahirette de. Məndə isə sənin fərziyyəni həlim qəbul etsək, heç bir halda etki yox idi. Heç bir halda. Ha? Və təsəvvürlə ölüm anında mələkləri görməyin kifayət edəcək ki, ey Rabbim səhv elədim. Ya həsrətə. Səhv yoldaydım. Məni geri döndərin. Mən yanıldım. Dönmə şansı artıq ölüm mələyin görməklə dayanır. Ölüm mələklərini görməklə ruh xirtəyə çatmaqla artıq geri dönmək şansı qadan edilir. Artıq burada sənə şans vermə geri getmək. Onda sənin halın olacaq. Hələm qəbirdə, qiyamət saatına kimi. Qiyamət saatı sıratın üzərinə ayağını qoyanda, ondan qabaq mizanın önünə gələndə, öz aqibətini əvvəlcə biləndə, ey Rabbim, nə deyəcəksən? وَلَوْ تَرَى اِذِ الْمُجْرِمُونَ نَاكِسُوا رُؤُسِهِمْ عِنْدَ رَبِّهِمْ. Sen o gün kafirleri Rabbinin huzurunda boynu bükük göreceksin ya Muhammed. Onlar peşmançılık ve hesret içerisinde itiraf edecekler. Rabbena absarna ve semi'na farci'na na'mal salihan inna muqinun. Ey Rabbimiz biz artık gördük. Eşittik. Yani o şeyler ki görmürdük, indi gördük. O şeyler ki eşitmesi mümkündü, indi eşidirik. Rabbena absarna. Ha? Semi'u nedir? İnna muqinun. Ayetin sonuna bakın. Biz artık yakin olduk. Ne olsun? Ne faydası var? Burada faydası var imanın. Gözle görülene iman değilmez. Gözle görülene şehadet değilmez. وَلَوْ تَرَى اِذِ الْمُجْرِمُونَ نَاكِسُوا رُؤُسِهِمْ عِنْدَ رَبِّهِمْ. Rabbinin yanında o gün, kıyamet günü, günahkarların yani kafirlerin nice boynu bükük bir şekilde durmasını görseydin keşke ya Muhammed. Rabbena absarna ve semi'na farci'na. Ey Rabbimiz ne olur bizi geri dönder. Biz artık gördük göreceklerimizi. Eşittik ne lazımdı eşitilecek. Ve yakin olduk. İnne muqinun. Allah Teala ne diyecek? وَلَوْ شِئْنَا لَآتَيْنَا كُلَّ نَفْسٍ هُدَاهَا. İsteseydik hidayeti hamıya paylayardık. Hediye kimi? Ha? Ama istediğimize hidayet verdi. Kime? Kim özü Allah'a Teala tərəf geldi, kim onu aktardı. Yani hakikaten insan bir fikirləşməlidir. Və aqibəti fikirləşməlidir. Elə bu diyalog əsnasında Londonlu Asim'in lokma boğazında kalır. Badəni əlinə alır və suyu içərəkdən titr əsir. Doktor ki, tələsmə Asim. Cavabı inşallah yemeği tam bitirəndən sonra verərsən. Onlar orada hardasa bir saatdən çox otururlar. Ziyafət bitir, sonra fresh sular gəlir. Asim'in halı yaxşı deyil. Özündə deyil, cavab verə bilmir. Asim cavabı yoxdur. Doktor böyük ehtiram və ədəblə Asim, biləməz. Cevabı sabah deyərsən. Üstüne bir neçə gün gedir. Bir neçə gün keçir. Ta ki doktorun səfərinə bir gün qalır. Onlar yenə də doktora ziyafət verirlər və qonaqlıq təşkil edirlər. Doktor ümid edir ki, Asim bu dəfə cavabı gətirəcək. Görüş təyin olur. Və bu dəfə Asim başqa bir sima ilə gəlir. Gələndə deyir ki, Esselamu aleykum və rahmetullahi və berekatuhu. Şeyx, cəzakallahu xeyrəl cəza. Allah səndən razı olsun. 20 il bundan qabaq son qıldığım namaz idi. Dindən tam çıxmışdım. Sən məni Rəbbinə qaytardın. Vallahi sənin sualın yuxularımı, gecələrimi yuxusuz etdi. Doktor, sənin sualın cavabsız olan o sualım ki vermə, cavab yoxdur. Olmadı belə, oldu belə. Sən hər iki halda udursan, mən hər iki halda uduzuram. Öz fərziyəmlə. Qiyamət günü. Doktor, Allah səndən razı olsun. Yəni sənin sualının cavabı mənim gecələrimi yuxusuz etdi və mən ona cavab tapa bilmədim ta ki tam təslim oldum. Bu günlərimin namazımı bərpa eləmişəm. Əşhədü ən la ilahə illallah vahdah la şərikə ləh və əşhədü ənə Muhammədən əbdühü rəsulü. Burada üzümü tuturam. Deistliyə meyilli elib də heç deistlikdən anlayışı olmayan, nə orta ibtidai, nə ali savadı olmayan mən deysəm, buna belə rahatdır, bilirsinizmi? Asandda heç bir dini mükəlləfiyyətin yoxdur, heç nə öyrənmə. Soruşanda kəlmə-i şəhadət, deysəm deyir. Onları üzüm tutub deyirəm ki, məsələ siz düşündüyünüz kimi də o qədər asand deyil. Məsələ çox ciddidir və məsuliyyətlidir. Seçim eləyəndə bax gör, nə seçim eləyirsən
Sən özün də bilmədən öz həlakına seçim etmirsən mənim əziz dinləyicim və izləyicim. Öyrən, araşdır. Peşmançılıq bir dəfə olacaqdır. Həsrət bir dəfə olacaqdır. Müsibət odur ki, geri dönməyə şans yoxdur. Hədə və sallallahu və səllim alə nəbinə Muhammed və alə alihi və sahbi ecmaîn.